Lovğa dələ kirpiyə lağ edirdi. Amma sonra nə oldu? Meşədə lovğa bir dələ yaşayırdı. İşi gücü kirpiyə lağ etmək idi. Bütün günü qəhqəhə çəkərək onu ələ salır, tikanlarına gülürdü. Kirpi buna görə çox kədərlənir, günlərlə özünə qapanır, çölə çıxmaq istəmirdi. Amma günlərin bir günü çox acıdığı üçün yuvadan bayıra çıxmalı oldu. Dələ də çox yaxında imiş. Başladı, nə başladı? Ha ha ha, tikanlı qardaş yenə bayıra çıxıb. Xoş gəldin, neçə vaxt hardaydın? Ha ha ha. Yəqin tikanlarından utanırdın, hə? Xeyr, mən niyə tikanlarımdan utanıram? Tikanlarımı çox sevirəm. Heç bilirsən o məni necə təhlükələrdən qoruyur? Ha ha ha. Buna bax, hələ də boynuna almır ki, tikanları eybəcərdir. Axı eybəcər deyil. Bilirsən nə var? Mən tikanlarımla çox xoşbəxtəm. Dələnin qəhqəhəsi bütün meşəni bürüdü. Ha ha ha, xoşbəxtmiş. Tikanlarla necə xoşbəxt olmaq olar? Kirpi məyus halda yuvasına çəkildi. Səhəri gün gözünü səs-küyə açdı. Tez bayıra qaçdı. Nə görsə yaxşıdır. Yekə bir ilan dələnin qabağını kəsib deyirdi. Fıs, səni sancmaq istəyirəm. Dələ qorxudan ağlayır, ora-bura baxıb imdad diləyirdi. Ağaca tullanmaq istəyirdi, lakin hər dəfə ilan quyruğu ilə onu vurub yerə salır və qarşısında fıs fıs fısıldayırdı. Kirpi bir andaca özünü onların arasına atıb dedi: "Bu saat səni tikanlarımla sancacağam." İlan kirpini çaşqın halda gözlərinə oynatdı və anidən sürünüb aradan çıxdı. Dələ kirpinin elədiyi yaxşılığa görə təəccüb içində idi. Bilmirdi nə desin. Kirpini incitdiyi, lağ etdiyi günləri düşünüb xəcalət çəkirdi. Kirpi isə sevinç içərisində idi. O dələni yırtıcı ilandan qoruduğu üçün çox xoşbəxt görünürdü. Gördün, tikanlarım səni necə xilas elədi? Gördüm, kirpi qardaş, gördüm. Hətta sənə qibtə etdim tikanlı olduğun üçün. Kaş mənim də tikanlarım olardı. Bilirəm, səni çox incitmişəm. Nə olar, bağışla. Kirpi dedi: "Əlbəttə səni bağışlayıram. Əsas odur ki, sən səhvini başa düşdün." O vaxtdan kirpi ilə dələ çox mehriban dost oldular. Meşədə firavan bir ömür sürdülər.